Bu videonu sona qədər izləyənlər sonda parik ilə protez saçın fərqini biləcək. Qardaş alopesiyadan əziyyət çəkdiyi üçün bizə müraciət etmişdi. Qardaşa neçə ildir saçın tökülüb, neçə ildir bu parikdən istifadə edirsən dedim. 10 ildən çoxdur saçım tökülüb, 2018-ci ildən də parik istifadə edirəm dedi. Amma parik də çox sıxıcı bir şeydir. Adamın başını pişirir, çox qalındır, həm də kənardan öz saçının olmadığı bilinir. Daimi başında artıq bir şey kimi hiss eləyirsən dedi. Qardaş məndən soruşur ki, səncə kənardan baxanda protez saçla öz saçımın olmadığı bilinəcək? O suala mən cavab verməyim. Ən obyektiv cavabı hal-hazırda bu videonu izləyən dəyərli insanlar rəydə öz fikirlərini yazacaqlar. Bilinir yoxsa bilinmir, sən də oxuyarsan dedim. Mənim ətrafımda protez saç istifadə edən çoxdur. Onlar mənə komfortlu olduğunu, hava su keçirtdiyini və əsla başında artıq bir şey kimi hiss edilmədiyini deyirlər dedi qardaş. Qardaşa nə əcəb saçını müalicə etməmsən dedim. Bir ümidlə bəlkə saçlarım çıxar deyə 10 mindən çox pulum çıxıb bu xəstəliyin müalicəsinə. Ağlınıza gələn gəlməyən bütün növ müalicələri sınamışam. İlk gedəndə narahat olma, bu bizim işimizdir. Sənin elə gür saçların olacaq ki, daraq belə girməyəcək deyənlərin hamısı sonda mənə hamıda effekti oldu, yalnız səndə olmadı dedilər. Zaman keçdikcə mənim kimi saç tökülənlərə çox sayda görüb başa düşdüm ki, əslində heç kimdə effekti yoxdur. Sadəcə olaraq yalan vədlərlə pulumuzu mənimsəyirlər. Qardaş sonda güzgüyə baxıb özünü tam fərqli gördü. Dedi ki, bu artıq təkcə görüntü deyil, özünə güvəni geri qaytaran, illərdir axtardığı təbii hissdir. Bir anda başa düşdü ki, bu yalnız saç deyil, özünü yenidən tapmaqdır dedi.